Məsələn, Amerika təbii ki, Həmasın iştirakını istəmirdi, çünki onlar hələ Həması tanımırlar, qəbul eləmirlər. Amma eyni zamanda Həmas həm də tərəfdir artıq. Yəni, sadəcə imzalayan tərəflərdən biridir. Yəni, görünür bu Həmasın iştirakı məqbul sayılmadığına görə Həması müdafiə edən güclər də İsrailin də iştirakı məqbul sayılmır. Əgər Həmas iştirak eləmirsə, İsrail də iştirak eləməsin. Ehtimal olunur ki, öncədən müəyyən diplomatik danışıqlar aparılıbdır, xüsusilə ərəb ölkələri ilə, yəni Türkiyənin danışıqları olub və onlar hamısı bu baxışı bölüşüblər və yəqin ki, bu bir formada Sisiyə bildirilib, Sisi də yəqin ki, bunu Trumpla müzakirə edib. Amma Trump deyilənlərə görə istəyirdi. Yəni, belə bir ehtimal var idi ki, hətta o Təl-Əvivdən Misrə gələndə, Şarm Əl-Şeyxə gələndə, o təyyarədə Netanyahunun da özü ilə gətirməli idi. Belə bir şey gözlənilirdi. Hətta mən bir mənbədə rast gəldim, dedilər ki, birlikdə gediblər. Deyir, o protokolu, həmin dünən bir neçə dəfə protokol pozulub. Bir dəfə aeroportda Trump'ı qarşılayanda, sonra Trump'ın maşınına Netanyahu birlikdə mindi. Deyirlər, Trump protokolu burada belə pozdular. Sonra da təyyarə ilə onun Misrə gələcəyinə dair artıq belə bir məlumat var idi ki, yəni protokol bir də pozuldu, o Trump'ın təyyarəsi ilə gəlir Misrə. Amma bəlli oldu ki, orada iştirak edən dövlətlər bunu istəmir, razılaşmırlar, ona görə də ora getmədi. O düzdür, İsraildə hansısa bir bayramı qeyd elədiklərinə görə ora getmədiyini bildirdi. Ümumiyyətlə, belə bir ehtimal var ki, hətta ora Netanyahu gəlsəydi, o dövlətlərin də bir çoxları oranı tərk edə bilərmişlər. Necə ki, BMT toplantısına, Baş Məclisinin 80-ci sessiyasında çıxdılar, etiraz elədilər. Yəni, burada da elə bir etiraz ola bilərmiş. Yəni, yalnız Türkiyə deyil, başqa digər ərəb ölkələri də onun orada Netanyahunun iştirakını istəmir. Açığı bu qarşıdurmada, bu savaşda hamı Netanyahunu qınayır, onu ittiham edirlər, onu günahlandırırlar. Və yalnız ərəb ölkələri deyil, dünyanın demək olar ki, hər yerində belə bir yanaşma var və hətta İsrailin içində belə bir yanaşma var. Mən hətta, məsələn, dünən o Knessetdə çıxış edəndə Trump, orada Fələstin əsilli deputatlar da bir etiraz elədilər. Onlar da Fələstin dövlətinin yaranmasına dair bir şüar göstərdilər, düzdür, onları Knessetdən çıxartdılar. Amma, yəni, konkret olaraq burada İsraillə yanaşı Fələstin dövlətinin yaranması, yaradılması məsələsi gündəmdədir. Və bu çox ciddi məsələdir. Düzdür, İsrail hələlik bundan razılaşmır. Trump isə bu məsələyə bir qədər fərqli bir mövqe qoydu. O dedi ki, mən bu məsələni qarışmıram, yəni tərəflər özləri bilsin. Yəni, əvvələn, ümumiyyətlə, Amerika da əslində onu qəbul eləmirdi. Hətta ehtimal eləmək olar ki, ilk dəfə idi Trump sanki buna etiraz etmədi. Bir növ yaxasını kənara çəkdi, yəni dedi ki, onu növbəti danışıqlarda Həmasla İsrailin danışıqlarında müəyyənləşəcək. Yəni, növbəti mərhələ, ikinci mərhələ burada Həmasın silahsızlaşdırılması məsələsi var. Amma böyük ehtimalla Həmas bu silahı belə asanlıqla təhvil verməyəcək. Amma başqa bir maraqlı məsələ var. Bugün Həmas Qəzzada artıq hakimdir. Baxmayaraq ki, orada Həmasdan başqa da silahlı qüvvələr var. Orada hətta 12 silahlı qruplaşma var. Amma onların üzərində hakim Həmasdır. Yəni, Həmasın qərarı keçir. Hətta ehtimal deyirlər ki, ekspertlər deyirlər ki, artıq indi bu atəşkəs başlayıb. Onlar necə də çıxıblar, o bunkerlərdən çıxıblar, qazmalardan çıxıblar və indi orada düzəni yaratmaqla məşğuldurlar. Yəni, bu müharibə getdiyi dönəmdə ki, onlarla idarə etmə sistemi ki, dağılmışdı. Yenidən o sistemi bərpa edirlər və hətta o birisi hərbi qruplaşmalara da 48 saat müddət veriblər ki, 48 saatda onlar tərk silah olunsunlar. Yəni, oradakı qruplaşmaları Həmas tərk silah edir. Həmasın özünü tərk silah eləmək mümkün deyil. Amma Həmas ola bilər ki, yəni onların şərti budur. Fələstin dövləti qurulursa, o halda onlar tərk silah olmağa razıdırlar, hakimiyyətlə iştirak etməyəcəklərini deyirlər filan. Və burada bir ehtimal da var ki, ola bilər ki, Həmasın hərbi və siyasi qanadı fərqli mövqe tutsun. Hətta siyasi qanad qalsın, hərbi qanad buraxılsın. Amma bu hərbi qanadda buraxılanda bu silahları nə edəcəklər? O da müzakirə olunur. Yəni, burada da yeni ehtimallar var ki, bu silahları onlar yəqin ki, İsrailə də verməyəcəklər, başqa ölkələrə də verməyəcəklər. Əgər razılaşacaqlarsa tərk silah olunsun, o halda o silahlar Misrə verilə bilər. Belə bir ehtimal var və ümumiyyətlə Qəzzanın gələcəyində hətta Həmas razılaşsa ki, olmasın belə, o yəqin ki, başqa bir formada, başqa bir təşkilat altında yenidən oradakı idarəçilikdə mövcud olacaq. Yəni, Həmasla Qəzza o qədər qaynayıb, qarışıb ki, hətta bəzən deyirlər ki, orada artıq bütün Qəzzalılar Həmasçıdır. Ona görə də yəni, Həması bu proseslərdən qoparmaq, ayırmaq mümkün deyil. Amma bir vacib məsələ də var ki, atəşkəsi, indi Həması nə qədər tanımasalar da, terror təşkilatı elan edəsələr də falan da, saziş İsrail və Həmas arasında imzalandı. Buna görə də bir tərəfdir, artıq tərəfdir, tanınıb. Amma ümumiyyətlə, əlbəttə, bölgə sülhün gəlməsi üçün Həmasın da müəyyən, necə deyirlər, o qurban verməsi
qurban verməsi lazımdır. Məncə düşünürəm ki, o da yəqin ki, dediyim kimi, Fələstin dövləti ilə bağlı ümumi razılıq olacaqsa, o halda Həmas yəqin ki, siyasi səhnədən çəkiləcəkdir. Mən onu qeyd edeyim, Həmasla bağlı dediyim, İsraillə bağlı demədim. Əslində, dünənki razılaşma məncə İsraili də artıq məhdudlaşdırdı. Dünənki razılaşmadan sonra 4 qarantör dövlətin iştirakı ilə o saziş imzalandıqdan 20 dövlətin buna şahidlik eləməsindən sonra belə bir düzül yanaşma var. Mən də bu yanaşmanı bölüşürəm ki, yaxın şərqdə müharibə bitdi. Yaxın şərqdə İsrailin istədiyi addımı atma azadlığı bitdi. Və Trump sanki bunu çox belə ustalıqla etdi. Trump bunu bir növ Netanyahunu dəstəkləməklə, ona sayğısını, sevgisini bildirməklə əslində ona dedi ki, maraqlı bir ifadə işlədi. Dedi ki, o müharibə dövrü üçün çox möhtəşəm liderdir. Amma dinc dövrü üçün yox. Əslində Netanyahu sanki onu dedi ki, sənin dönəmin bitdi. Müharibə dönəmində sən lider idin, əla idin, yaxşı çalışdın, yaxşı işlədin, bu gerçəkliyin yaranmasında rol aldın. İndi isə yeni dönəm gəlir, sülh dönəmi gəlir. Sülh dönəminin də öz liderləri gəlməlidir. Bu yəqin ki, daha çox İsraildəki müxalifətə işarə edilirdi. Və ehtimalla, əgər indi bu hökumət dəyişməsə də, yəqin ki, növbəti seçkilərdə mütləq başqa bir siyasi qüvvələr hakimiyyətə gələcək və onlar da burada iki dövlətli həllə mane olmayacaqlar. Bu baxımdan, məncə artıq İsrailin hərbi əməliyyatlarda iştirak etmək, hərbi əməliyyatlar aparmaq məsələsini bir növ sanki dayandırdılar, deyə bilərik. Zaten də dünyada bugün Netanyahu'ya qarşı, İsrailə qarşı bir ictimai rəy o səviyyədədir ki, açığı da bu savaşları davam etdirmək müşkül işdir. Yəni, bəlkə də yeganə Trump bu mərhələdə belə deyil. Netanyahu qoruya bilərdi, himayə edə bilərdi. Hətta o prezidentdən xahiş elədi ki, onu əfv eləsin. Birisi ki, Netanyahu'ya qarşı cinayət işi qaldırılıb. Orada oğurluq məsələsi ilə, həm korrupsiya məsələsi ilə bağlı ona qarşı cinayət işi var. Yəni, hamı hesab edir ki, bunun hökumətdən gedən kimi dərhal onun cinayət işini, ona məsuliyyətə cəlb olunması falan kimi məsələlər var, təhlükələr var. Trump onu da xahiş elədi prezidentdən ki, əfv eləsin və o cinayət işi ləğv edilsin. Yəni, mən belə anlayıram ki, sanki Netanyahu'ya dedilər ki, biz səni bağışlayırıq da, elədiyin bütün bu əməllərə görə mühakimə etmirik, amma artıq sənin dönəmin qutarır. İsrailin dönəmi, yəni müharibə etmə dönəmi bitir. Yaxın şərqdə İsrailin artıq tək hakimiyyəti bitir. Əslində yeni bir dönəm yaranır, bir koalisiya yaranır. Ərəb ölkələri, Trump bir neçə dəfə ərəb ölkələrini vurğuladı, Türkiyəni öyüdü. Yəni, əslində Trump demək istədi ki, artıq bu bölgədə Türkiyə, ərəb ölkələri, İsrail, siz hamınız bir yerdə olacaqsınız. Birlikdə çalışmalısınız. Dönəmi sona çatır deyə bilərik. Yəni, əslində Yahudilər də, Ərəblər də, Türklər də bunlar bir yerdə olmalıdırlar və sülh dönəmi gəlməlidir. Zaten biz onu hər zaman deyirik ki, bu bölgədə Türk-Müsəlman dünyasının bir güc mərkəzi kimi formalaşması dönəmi gəlir. Yəni, İsrail də orada sülh şəraitində yaşaya bilər. Məsələn, o bir neçə dəfə İbrahim razılaşmalarını qeyd elədi, Kuşnerin buradakı rolunu qeyd elədi, Utkovun rolunu qeyd elədi və hətta İbrahim razılaşmaları, o necə gözəl səslənməsini falan da bir öyüdü və s. Yəni, bu İbrahim razılaşmaları da əslində ərəblərlə Yahudilərin dostlaşması, sülh şəraitində yaşanması deməkdir. Bu özü də yenə İsraili çəpərləməkdir. Yəni, indiyə qədər ki, o hərbi hərəkətlənmələr ki var idi, İrana saldırırdı, Livana hücum edirdi, Suriyanın ərazilərini tuturdu falan. İndi bunların hamısının artıq bitdiyi anlamına gəlir. Məncə, dünən 20 dövlət başçısının oraya yığışması bir növ bu rituala bir növ necə deyirlər, onlar orada şahidlik edirdilər. Yeri gəlmişkən Suriyada son günlərə qədər bu Suriya Demokratik Hərəkatının da bir etirazları vardı. Onlar baxmayaraq ki, razılaşmışdılar ki, Suriya dövlətinə inteqrasiya olunacaqlar, amma olmurlar. Artıq deməli, onların da belə bir açıqlaması var ki, onlar bir komissiya yaradıb və Suriya dövlətinə inteqrasiya olmaq, yəni qarışmağı razılıq veriblər. Yəni, ehtimal olur ki, artıq İsrail dayandısa, onun uzantıları da dayanır. Deməli, bölgə böyük mənada sülh gəlir və bölgə yenidən dizayn olunur və burada da açığı əsas aparıcı güc kimi Türkiyənin önəmi ortaya çıxır. Amma mən düşünürəm ki, Misirdir, Qətərdir və digər ölkələr də yəqin ki, bu məsələdə Türkiyə ilə birgə hərəkət edəcək. Və əslində bizim üçün də yeni bir alan açır. Yəni, Azərbaycanın da artıq getdikcə Güney Qafqazda, hətta Güney Qafqazla birlikdə bu Türk-Müsəlman dünyasında aparıcı bir oyunçuya çevrilmə şansı yaradır. Yəni, bizim də bir növ sanki önümüz açılır. Biz hər zaman danışırıq, Rusiya ilə necə olacaq, postsovet necə olacaq. Yəni, bu postsovetlə artıq qurtarmaq lazımdır. Bu siyasi coğrafiyanın sanki sezonu bitir.
dönəmi bitir. İndi biz yeni bir coğrafiya, yeni bir siyasi coğrafiyada əsas oyunçulardan biri olmaq şansındayıq. O da Türk müsəlman dünyasıdır.